Vaxtınız xeyir, əziz və çalışqan şagirdlərim. Mənimlə birlikdə yenə də öyrənmək üçün burdasınızsa, demək ki, siz məqsədinizə bir addım da yaxınlaşırsınız. Ümid eləyirəm ki, bu dərsi axıra qədər izləyərsiniz. Çox önəmli məqamları sizin nəzərinizə çatdıracağam və like etməyi, kanala abunə olmağı unutmayın. İndi isə keçirik Seyid Əzim Şirvaninin Quşqıl müxəmməsi. Görək Seyid Əzim Şirvani bu müxəmməsi niyə yazıb və burada bizə nə demək istəyir? Quşqıl, ey ki bilirsən özünü Vaqif içar. Agah ol, gör ki nədir naliyə ney, nəğməyi tar. Nadir o, Nədir o, xuş göylə olan çubda bunu elə yazar, ki sədasından onun qayrət olur səbri qərar. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Görürsüz, dili bir qədər çətindir. Özüm bir bəndin hamısını axıra qədər oxudum ki, bəndin çətinliyinə fikir verəsiniz ki, demək olar sözlərin çoxu alınma mənşəli sözlərdir. Deməli, şair oxucunu diqqətli və düşüncəli olmağa çağırır. Deyir ki, özünü dərk et, ayıq ol. Yəni, bax, qışqıl, yəni qulaq as. Ey ki bilirsən özünü Vaqif içar. Vaqif, hər şeydən vaqif olan, hər şeyi bilən insan deməkdir. Deyir, özünü hər şeyi bilən insan zənn edirsən. Qulaq as, agah ol, gör ki nədir naləyə ney, nəğməyi tar. Burada da deyir ki, ney və tarın nalə və nəğmələrinə adi səslər deyil. Yəni, dərin mənalar, dərd və yanğı ilə doludur. Bir növ şair bizə bunu demək istəyir. Deyir, agah ol, bil ki, nədir o nalə ney, neyin? Yəni, tarın nalə neyi, tarın, bax, görürsünüz, fars mənşəli sözlərdə tarın nəğməsindəki nalə ney nədir? Nədir o? Xüşk olan çubda o nalə ezər. Xüşk olan çub, çubuq deməkdir. Bilirik də, tar o taxta material olur, onu demək istər. Deyir, o nədir ki, həmin çubuqda xüşk olan, yəni quru çubuqda nalə ezar. Yəni, oradan elə bir səs çıxır ki, sanki bu insanın səsinin bir növ nalə ezar nədir? Qəlbindən gəlir, insanı sarsıdır. Sanki insanın fəryadını qoparır da, bu növdə demək istəyir. Burada deyir ki, sədasından onun qarət olur səbri qərar. Yəni ki, həmin səslər insanı bütün səbri qərarını, yəni səbrini qarət eləyir. Bütün bədənini qarət eləyir. Həmin musiqi, tardan çıxan səs insanı bir növ bağlayır. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Burada da demək istəyir ki, pərdələri, yəni pərdə deyəndə bir növ mətnaltı məna var. Deyirsən həqiqətləri, həqiqət örtüşlərini açma, yəni tələsmə də. Çünki hər pərdənin arxasında əsrar uşaqlar, sir deməkdir. Hər pərdənin arxasında yüzlərlə sir var. Gəlin indi biz şeirin mənasına baxaq. Özünü işlərin bilicisi sanan insan. Gördüyümüz kimi əsərin birinci bəndi Vaqif Çar deməklə müraciət formasından istifadə olunubdur. Daha sonra neyin naləsi tarın nəğməsini gör acı o quru çubuqda. Bu xəstə naləsi nədir ki, onun sədasından səbri qərarımız yoxa çıxır. Pərdəni açma, hər pərdədə 100 sir var. İkinci bəndə baxırıq uşaqlar. Qoymaz ol tarı müğənni niyə ağuşündən. Uşaqlar, ağuş nə deməkdir? Bir növ qucaqdır da. Deyir ki, müğənni niyə həmin tarı qucağından qoymaz? Düşməz ol xanə bərən zadələrin duşindən. Bu uşaqlar, xanə bilirsiniz də ev deməkdir. Bərənd dazlar isə ev yıxandır. Burada bir növ məcazi mənada işlənib ki, bir növ həmin musiqini, o səsin o qədər güclü olduğunu nəzərə çatdırmaq istəyib ki, həmin səsi ev yıxan, yəni yaxşı mənada ev yıxan. Siz bunu mənfi mənada düşünməyin də. Deyir, duşindən, yəni ki, o səsi ilə adamın evini yıxanların çiynindən düşməz. Huş ilə quş edə hər kimsə gedər huşundan. Deyir ki, huş ilə, huşu ilə quş etmək nə idi? Bayaq dedim, qulaq asmaq, bəli. Kim huşu ilə qulaq assa, huşu gedəcəkdir. Yəni musiqiyə beyni ilə, başı ilə qulaq assa, huşu gedəcək. Pəmbəyə qəfləti çəksən dəxi cəncuşindən. Pəmbəyə qəflət, qəflət pambığı deməkdir. Deyir, yəni sən həmin qəflət pambığını qulağından çək ki, çünki
Burada nə deyir? Pəmbəyə hədə deyir quşundan, yəni qulaq. Quş bayaq dedim axı qulaq deməkdir. Deyir o həmin pambığı sən qulağından çək, sən deyir yəni çalış ki, həmin musiqiyə qulaq asasan. Əsrar bayaq dedim sirdir. Nihanə, gizli sirlər. Bərxudar isə sənə bəyan olsun deməkdir. Deyir çünki sən həmin pambığı qulağından çıxar ki, bütün sirlər sənə bəyan olsun. Şair niyə burada belə demək istəyir? Gəlin bunu sizin nəzərinizə çatdırım. Şair burada ona görə demək istəyir ki, həmin dövrdə zahidlər var idi. Güya ki, musiqiyə qulaq asmaq çox günah iş idi və insanlar musiqiyə qulaq asmırdılar, musiqidən qaçırdılar. Burada da şair demək istəyir ki, o musiqi elə bir şeydir ki, qulaq assan, sən onu bir dəfə dinləsən, o sənin heç vaxt da, yəni ağlından çıxmayacaq. Qulaq assan huşun gedəcək. Daha sonra deyir, pambığı qulağından çıxart ki, qulağınla rahat qulaq asa biləsən və həmin mahnıya qulaq asanda bütün gizli xəzinələrdə sənə aydın olacaqdır. Sonrakı bəndimizə baxırıq. Tut bərabər dami İsa'yə müğənni dəmini, qılıb ehya özüvi, seyr elə ruh aləmini. Görürsünüz, burada dini şəxsiyyətin adı çəkilibdir. Peyğəmbər İsa. Deməli, burada İsa Peyğəmbərin nəfəsi deyir. Müğənninin dəmi. Nə deməkdir bu? Müğənninin dəm nəfəs deməkdir, yadınızda qalsın. Deyim, müğənninin nəfəsini İsa Peyğəmbərin nəfəsinə bərabər tut. Yəni, müğənninin nəfəsi də İsa Peyğəmbərin nəfəsi qədər gücə malikdir. Qılıb ehya özüvi. Ehya canlandır deməkdir. Bunu biz söz qəzəlində də ehya sözünü keçmişdik. Qılıb ehya özüvi seyr elə ruh aləmini. Yəni, özünü mənlə diriltdə, özünü yaşat. Ruh aləmini seyr elə. Zirri qəm olma, eşit nəğməyi züllü bəmini. Burada nə demək istəyir? Dərdli və qəmli olma. Bax, qəm, zirri qəm. Deyir, qəmli olma. Eşit nəğməyi züllü bəmini. Musiqinin dərin mənasını, bəm yəni züllü bəm, ən dərin mənası. Dinlə ki, sən də qəmin əsri olmayasan. Çəkmə aqilsən əgər dəhri müxalif qəmini. Deyir, ağıllı insansansa, müxalif qəmi nə deməkdir bəs uşaqlar? Deyir ki, dünyanın qəmini çəkməyəsən də bir növ. Əgər sən aqil insansan, niyə dünya qəmi çəkirsən? Şura gəl. Şura gəl. Nəğmə ilə çək qəmi dünyaya həsər. Yəni ki, həvəsə gəl deməkdir. Nəğməni canlandır, nəğməni yaşat ki, həmin nəğmə bütün dünyaya hasar çəksin. Doğrudan elədir. Biz qəmli mahnıya qulaq asanda bir növ qəmlənirik. Sevincli mahnıya qulaq asanda bütün qəmlərimiz gedir. Burada da eyni şeydir də. Burada musiqini haram sayanlara qarşı yazmışdı şair bunu. Keçək növbəti. Musiqi məclisi əhli gərək əhli bəsər. Musiqi məclisi deyir ki, musiqi məclisinin bütün əhli də gərək başa düşən olsun. Ta görə pərdə-i əsrarda 100 nəqş-ü süvər. Deyir ki, o pərdə-i əsrarda bir növ bütün naxışları, bəzəkləri görsün. Kim ki zövq əhli deyil, ani hesab eləcək. Deyir zövq əhli, yəni musiqidən başı çıxmayan insanlara həcər daş deməkdir uşaqlar. Sən həmin insanı daş hesab elə. Ləhli Davud eləmə növni cəmdadə əsər. Burada da yenə də uşaqlar Davudun adı çəkilir. Bu nə deməkdir? Deyir Davudun ləhlini eləməz zövnü cəmdadə əsər. Yəni ki, Davudun təsirli səsi də cansız əşyalara təsir eləyə bilməz. Necə ki, bir musiqi daşa təsir eləmir. Deyir, əgər sən də zövq əhli deyilsənsə, daşdır. Davudun da səsi həmin daşa təsir eləyə bilməz. Məni ərbab edər, quş sıxan ey huşyar. Burada ey huşyara müraciət var. Bayaq Vaqif İçara müraciət var idi. Deyir, ey huşyar, mənalı söz eşitmək ərbab edər. Ərbab bilirsiniz də, bir başçıda, hətta Azad hekayəsində eşitmişdik də ərbablar yüksək vəzifəlidir. Onlar bir növ qapılarında qulluqçuları olur. Yəni deyirsən, ey huşyar, musiqiyə qulaq assan, yəni quş süxən, mənalı sözdür. Sən mənalı sözlər dinləsən, o səni ərbab edəcəkdir. Zahidə, Tanrıya bax. Məclisi irfandır bu. İndi isə Zahidəyə müraciət var. Yəni din xadiminə deyir: "Ey Zahid, yadınızda nidanı keçəndə demişdim ki, farslarda nida necə yazılır? Sonlarda daha çox yazılır. Burada da ay Zahid deməkdə. Bunu silirik, burayı artırırıq. Bax görürsüz. Ey Zahid, Tanrıya bax." Zahidə müraciət edərək deyir ki, Tanrıya bax. Məclisi irfandır bu. Deyir bu bir növ dərk edənlərin məclisidir. İrfan, yəni dərk edənlərin. Tarı əssab-ı mənahı demə, böhtandır bu. Əssab-ı mənha, yəni qadağan olunmuş alət demə. Deyirsən tarı, güya Tanrı qadağan eləyibdir, amma bu böhtandır. Yəni bu Zahidə müraciət edir və onun böhtanını üzünə deyir. Meyə gör saqiyə bax, kövsər-i qılmandır bu. Davam edirik uşaqlar.
Cümləsi pərtöv rüsxəri sübhandır bu. Meydə həq nurunu gör, səfinə qıl istiğfar. Uşaqlar, burada yenə deyirəm, bax İrfan sözü dərk edənlər deyir ki, ümumiyyətlə də zahidlər elə bilirdi ki, musiqində ancaq boş, bikar adamlar otururlar və bu da deyir ki, Allahı doğru tanımalısan sən. Qarşısında dayandığın məclis əyləncə məclisi deyil. Bura dərk edənlərin məclisidir. Və yəni burada hikmət, biliyin toplandığı yerdir. Daha sonra deyir ki, tar kimi musiqi alətini mənasız, günah adlandırmaq da bu sənin üçün bir böhtandır. Deməli, tar insanları bir növ canlandırır da. Meyə gör, mey şərab deməkdir uşaqlar. Saqini, burada saqi var ya, bu da şərab paylayan deməkdir. Bax, Kövsər qılmandır bu. Deyə, yəni şərab və mey əlindəki qədəh fiziki içki deyil. Dərki, idraki artıran simvolik bir vasitə kimi canlandırılıb burada. İndi bəziləri deyir ki, burada niyə içkinin adı çəkilib? Yəni burada bir növ simvolik vasitə kimi canlandırılıb ki, Kövsər qılman cənnət bulağı, baxın burada verib cənnət bulağı kimi. Yəni deyir meyi gör, saqiyə bax, yəni şərab paylayanın əlindəki şəraba bax. Bu bir növ dərki, idraki artıran simvolik vasitədir. Və beləliklə bütün anlayışlar, yəni tardır, şərabdır, musiqidir, Allahın gözəlliyindən, ilahi nurundan yaranan işıqlar kimi burada göstəribdir. Cümlə sifərtə rüzxarı subhandır bu, meydə haqq nurunu gör, səfinə qıl istiğfar. Yəni burada da bunu demək istəyir. Ey Zahid, Tanrıya bax bu dərk edənlərin məclisi. Tara qadağan olmuş alət demə böhtandır. Şərabı gör, şərab paylayanlara bax cənnətdəki bulaqdır. Xidmət edənlər. Bunların hamısı alqışlamalı üzün işığıdır. Şəraba haqq nurunu gör, səhvinə görə üzr istə. Yenə dediyim kimi uşaqlar, burada bir növ sətr altı bənzətmələrdən istifadə olunubdur. Yəni tarı musiqi ilə ruhun yüksəlməsini deyirdi. Şərabı ilahi eşq, hikmət mənzumuna qaldırırdı. Saqini bu eşqi verən ilahi qüvvə kimi göstərirdi. Məclisdə Tanrıya yaxınlıq kimi qururdu. İndi isə keçirik burada uşaqlar, bir də təkrar olaraq üzərindən keçək. Dedik ki, birinci, yəni bunu silim mən. Uşaqlar, bir dənə baxırıq bir də. Görürsünüz ki, burada 1, 2, 3, 4, 5. Deməli, şeir şəkli neçəlik olacaq? 5-lik. Qafiyə quruluşuna baxıram. Çar, ar, a. Ar, yenə A, yenə A, yenə A. Hamısı A oldu. Sonra qayıdıram bura. İndən, yenə ar. Buna da deyirəm B, yenə A. Sonra baxıram. Dəmini, mini, bax hamısında mini. Burada yenə ar. Yenə bura A olacaq. Çünki arlar üst-üstə düşür. Bunlar da fərqlidir deyə C deyirəm. Yəni bu qafiyə quruluşu müxəmməsin qafiyə quruluşu kimi qafiyələndi və biz buna 5-lik dedik. Bu onun şəklidir. Şeir vahidi olacaqdı. Bənd, şeir vahidi bənd. Janr olaraq olacaqdı müxəmməs. Daha sonra deyirik ki, ədəbi növdə yazılıbdı lirik növ və lirik növün yazılı ədəbiyyat nümunəsidir. Birinci bənddə qışqıl, ey ki bilirsən özünü. Mən bayaq birinci bənddə dedim müraciət var, amma yoxdur uşaqlar. Burada müraciət yoxdur. Ola bilər fikrim qarışdı. Burada müraciət yoxdur. Daha sonra burada nə deyə bilərik? Dini şəxsiyyətlərdən İsa'nın adı çəkilibdir. İsa peyğəmbərin. İsa'nın nəfəsi ilə müğənninin nəfəsi qarşılaşdırılıbdır. Ola bilər arada diqqətdən yayınan səhvlər olsa belə mən dərsin sonunda inanın ki düzəldirəm həmişə. Sonra baxırıq növbəti hissəyə. Burada Həcər hesab edirdi kimləri? Əgər musiqini anlaya bilməyən insanları, buna da Davudun səsi necə ki cansız əşyalara təsir eləyə bilmədiyi kimi onu da edə bilməz. Ey huşyar, müraciət, Zahidə müraciət var. İndi baxırıq əsərin təhlilinə. Əsərin təhlili qədim Yunan əsatirlərindən biri müğənni Orfeyin oxuduğu gözəl nəğmələr yer üzünün nə varsa hamısına heyran edir. Bax uşaqlar, bəzən deyir əsərin məzmununa uyğun olan doğru fikri tapın. Gətirir bu cümləni salır. Uşaq da deyir ki, doğrudur da, mən bunu oxumuşdum. Uşaqlar, bu təhlildə verilibdir. Təhlildə varsa biz şeirdə Orfeyin adını çəkmişik. Xeyr. Deməli belə bir şey sadəcə təhlil hissədir. Deyir, yəni bu əfsanə əsasında bu şeir yazılıbdır. Daha sonra qışqıl müxəmməs janrında yazılıbdır. Musiqini
musiqini haram, onu dinləməyi günah sayan mənəvi əsarət təbliğatçılarının, zahidlərin əfsanə sözlərinə uymamağa səsləyir. Sənətkarın fikrincə tar çalmaq, rəqs etmək, riyakar, cəhalətpərəst ruhanilərin iddia etdiyi kimi günah deyil. İnsan musiqidən həzz almalı, musiqi alətlərinin səsini, mənasını, hikmətini, sirlərini bilməlidir. Şair öz fikirlərini əsaslandırmaq üçün İsa peyğəmbərlə bağlı dini rəvayətə müraciət edir və beləliklə bütün bunlara baxmayaraq çağdaş oxucu bu əsər maraqla oxuyur və aydın təsəvvür qazana bilirlər. Əsər əruz vəznində yazılıb, rəməl bəhrində ləngərlənə-ləngərlənə yerimək deməkdir. Qışqıl müxəmməsində deməli, bu bilirik də rəməl bəhri ağır-ağır, ləngərlənə-ləngərlənə yerimək mənasındadır. Qışqıl yalnız həyəcanlı, emosional şəkildə yox, burada rəməl bəhri həmçinin təmkinlə oxunur. Bu xoşagələn, özəl bir ahəngin yaranmasına səbəb olur. Əsər, yenə deyirik, əruzun rəməl bəhrində yazılıbdır, müxəmməs janrında, beşlikdir, vahidi isə bənddir. Klassik poeziya ənənələri, yəni yazılı ədəbiyyatda yazılıbdır. Əsərdə alınma sözlər olsa da biz məzmunu başa düşürük və beləliklə zahidlərin əfsanəsinə inanmamağa səsləyirdi. Tar çalmaq, rəqs etmək, riyakar, cəhalətpərəst ruhanilərin sadəcə böhtanları idi. İlk iki misradan başlayaraq oxucuda nikbin ruh yaranmışdı. Zildə olan səsi Tanrıya çox yüksələ bildiyi üçün bəm səsə nisbətən belə bir şey mən izahda vermişəm. Xeyr, yəni belə bir şey olmaz. Yəni testdə düşə bilər ki, ən yüksək səs Tanrıya bərabərdir. Belə bir şey demirdi. Musiqidən zövq almağa səslənirdi. Dini rəvayətə müraciət eləmişdi İsa peyğəmbərlə bağlı. Musiqini başa düşməyənləri daş hesab edirdi. İnsan musiqi alətindəki səsin hikmətini, sirrini duymağa qabil olmalıdır. Və burada müxəmməsdə Orfeyin oxuduğu gözəl nəğmə haqqında danışmır. İlk misradan başlayaraq Nikbin ovqat sona qədər davam edir. Şeir yazıldığı bəhr məzmunca uyğunluq vardır, uğurludur. Daha sonra burada müğənninin səsi Davud peyğəmbərin səsinə bənzədilmir. Sadəcə deyir Davud peyğəmbərin nəfəsi daşlara təsir eləyə bilmədiyi kimi musiqini başa düşməyən insanlara da təsir eləyə bilməz. Yəni orada hissə olmalı idi. Mənəvi təbliğatçılara uymamaq təbliğ olunurdu. Musiqidən həzz almağa çağırış var idi. Nikbin ruh var idi sona qədər. Aqil insana müraciət edir, deyir ki, dünyanın dərdini niyə çəkirsən, çəkmə, musiqinə qulaq as və hasar çək dərdə. Gizli sirlərin əyan olması üçün qəflət pambığını deyirdi qulağından çıxar ki, bütün sirlər sənə aydın olsun. Musiqi məclisini əhli bəsər hesab edirdi. Daha sonra mahnı ilə dünya qəmına həsər çəkmək fikri var idi. Qəmin əsri olmamaq təbliğ olunurdu. Zahidə xitab edən musiqi məclisi İrfan məclisinə bənzədilirdi, yəni başa düşənlərin məclisidir. Hər pərdədə yüzlərlə sirrin olduğu, tarın sədasına səbrinin tarimar olmağı ifadə edirdi. Uşaqlar, ümumiyyətlə bu qədər. Sağ olun, salamat qalın.